Bugün gördüyünüz ağızda dağılan yumuşaq, həftələrlə qalsa belə boyatlamayan bu ruletin reseptini sizinlə paylaşıram. İlk öncə unla yağı umaç halına gətiririk. Kərə və yaxud da margarin yağından istifadə edə bilərsiniz. Daha sonra üzərinə digər ərzaqları əlavə edib ələ yapışmayan yumuşaq bir xəmir yoğururuq və xəmiri 4 hissəyə bölüb soyuducuya göndəririk ki, biraz orada dincəlsin. Bu zaman isə biz içliyi hazırlayırıq. İçlik üçün yumurtanın ağını, şəkər tozunu, unu, qozu, qara kişmişi və kərə yağını yaxşıca qarışdırırıq və onu da soyuducuya göndəririk ki, biraz o da bərkisin. Burada biraz isə fərqli görsənə bilər. Mən qozun əvəzinə qoz içi istifadə etmişəm. Yəni evdə sadəcə o var idi və mən də marketə getməyə ərinədiyim üçün qoz içi istifadə etdim. Siz qoz, fındıq yoxdursa belə yer fındığından da istifadə edə bilərsiniz. Çalışdığımız qədər düzbucaqlı şəkildə xəmirləri yayırıq. Elə içliyi də 4 hissəyə bölün ki, hər birinə eyni qədər düşsün. Və içliyi əlavə edib bükürük. Üzərinə yumurta çəkib bu şəkildə 170 dərəcədə altı üzəri qızarana kimi bişiririk. Qızlar, xəmiri kəsəndə axıra kimi kəsməyin, çünki içliyi daşa bilər. Bişdikdən sonra üzərinə bal çəkirik və axıra kimi kəsirik, dilimləyirik. Bu qədər, hamınıza nuş olsun.